Bakı şəhərində artıq yeni bir tarixi bir qoruq ərazi qurulur. Həmin qoruq ərazi olacaq Sovetsk adlanan ərazidədir ki, burada da orta əsr Bakısının tarixi memarlıq binaları qorunub saxlanılacaq. İçəri şəhər qədim Bakıdır. Sovetskidə orta əsr Bakısı formalaşacaq ki, bu təxmini 16-cı əsrdən sonundan başlayaraq 19-cu, 20-ci əsrin əvvəlinə qədər tikilmiş binalar. Burada məscidlər var, mədrəsələr var, kilsə Bunlar var. hamısı qoruqda qorunub Qorunub saxlanılacaq. saxlanılacaq və bundan əlavə çox sayda yaşayış binaları qorunacaq. Həmin yaşayış binalarının ətrafındakı bütün fərdi evlər söküləcək. Həmin ərazilərdə park olacaq, yaşıllıq olacaq, müəyyən hovuzlar və sırf həmin ərazi olacaq içəri şəhər kimi orta əsr bir Bakısı. O da təbii ki, mütləq şəkildə tam bərpa olunacaq. Bu həm Bakının mərkəzini bir növ sıxlıqdan qurtarmaq, həm Bakının mərkəzində qədim bir Bakı qoruyub saxlamaq, başqa bir tərəfdən isə həmin ərazilərdə minlərlə qəzalı vəziyyətdə olan mənzillər, fərdi yaşayış evləri mövcuddur ki, bu da dövlətin bir layihəsi ilə həm həmin ərazidə qədim bir qoruq şəhər qurulur, Həm də digər yenilənmə tərəfdən işləri aparılır. yenilənmə və o ərazidə yaşayan insanların digər əraziyə köçüb daha sağlam binalarda və ya fərdi yaşayış evlərində mənzil almağına bir şərait yaradılır.